Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz informatikadan dərs 13, 1-ci sinifdən informasiya hardan alırıq bu ifadə olacaq. Gəlin baxaq, uşaqlar nə edirlər? Uşaqların biri ətrafı müşahidə eləyir, biri ağaca söykənib kitab oxuyur, biri alma yeyir, yəni meyvə yeyir. Biri gözünü bağlayıb digər uşaqları axtarır, digərləri isə ətrafda gizləniblər. Oğlan durbinlə hara baxır? Oğlan durbindən avtobusun gəldiyi yerə və buludlar tərəfə baxır. Ətrafı müşahidə eləyir. Gözü bağlı qız kimi tutduğunu necə bildi? Yəni uşaqlar, belə deyim. Çünki qız arxadan səs salırdı. Burada oynayan 3 nəfər var da. Biri gözünü bağlayıb, deməli qalıb 2 nəfər. 2 nəfərdən biri də arxadan nəsə dedi, səsindən tanıdı. Qalır 1 nəfər. Yəni 1 nəfəri də tanımaq çətin deyil. Yəni 2 nəfəri tapmalıdır zaten. Biri səsini çıxartdı. Deməli digəri də boğulan imiş elə. Belə informasiyanın alındığı yer informasiya mənbəyi adlanır. Hər bir əşya yaxud hadisə informasiya mənbəyi ola bilər. Alpay Fətiri dişlədi və dedi: "Dadlıdır. Burada informasiya mənbəyi Fətirdir." Gülər səhər zəncili saatın səsinə oyandı. Burada informasiya mənbəyi zəncili saatdır. Bəli. Gəlin tapşırıqlarımıza nəzər salaq uşaqlar. Bizdən soruşur, yumrudur. Gəlin baxaq, yumrudursa armud getdi. Qırmızıdır, ağacda bitir. Deməli, yumru, ikisi də yumrudur, amma ağacda bitən top deyil, almadır. Digərinə baxırıq. Quşdur, qırmızı pipiyi, rəngli quyruğu var, banlayır. Bu informasiya mənbəyi nədir? Quşdursa, üçü də quş növüdür uşaqlar. Qırmızı pipiyi varsa, bu getdi. Bu getdi. Rəngli quyruğu varsa, hər ikisinə aiddir. Banlayırsa, xoruzdur. Yaxşı qoxunun mənbəyi nə ola bilər? Gəlin baxaq. Nar. Narın qoxusu varmı? Bəli, amma yaxşı qoxudurmu? Yəni xüsusi bir ətri yoxdur. Diqqət çəkici ətri yoxdur. Bu yemək taxtasıdır. Yemək taxtasının qoxusu ola bilərmi? Ola bilər, amma diqqət çəkicidirmi? Xeyr. Bu da deyil. Çiçək, yəni gül. Gülün ətri diqqət çəkicidirmi? Bəli, özəlliklə bu qızıl güldürsə onun özünə məxsus qoxusu var. Deməli elə cavabımız nə oldu? Qızıl gül, biraz şey oldu. Qızıl gül olmuş oldu. Belə. Uşaqlar, bu hissədə yoldaşınızda əyilən öyrən mövzusu var. Yoldaşınıza hər hansı bir informasiya söyləyin. O bu informasiya mənbəyini deməlidir. Oyunu növbə ilə davam etdirin. Nümunə alma turşudur, alma. Yəni burada informasiya mənbəyi almadır. Siz deyə bilərsiniz ki, bina çox böyükdür və çox gözəldir. Burada informasiya nədir? Binadır. Belə. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gəlin dərslərdə görüşərik. Hələlik.